Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya avtobusu layihəsi çərçivəsində əlilliyi olan uşaqlara xidmət göstərilib. 2022-ci ildən paytaxtda icrasına başlanılan layihə ötən aydan Gəncədə reallaşdırılıb və bu müddət ərzində hansı işlər görülüb, neçə uşağa qayğı göstərilib, indi əməkdaşımız Jalə Qasımzadə, müsahibi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abbasbəyli ilə bütün bu suallara aydınlıq gətirəcək. Axşamınız xeyir olsun. İstərdik ki, elə adını çəkdiyim suallarla bağlı məlumatlandırasınız. Bizi də eşidək sizi. Hər vaxtınız xeyir. Azərbaycanda əlilliyi olan uşaqlar üçün tətbiq olunan Rehabas layihəsi çərçivəsində artıq 3000-dən çox uşaq məhz reabilitasiya xidmətlərinə çıxış əldə edib. Bu layihəyə söhbət Rehabas avtobuslarından gedir. Məhz bu avtobuslar vasitəsilə uşaqlar reabilitasiya mərkəzlərinə asan, rahat və təhlükəsiz şəkildə çatdırılırlar. Ümumilikdə bu layihə 2022-ci ildən başlayıb və son dövrlərdə Gəncə şəhərini də əhatə edir. Təbii ki, bu istiqamətdə məsələ layihənin effektivliyi ilə bağlı suallar var. Qeyd etmək lazımdır ki, bu layihə Dövlət Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə təşəbbüsü ilə keçirilir və bu istiqamətdə də suallarımızı elə agentliyin şöbə müdiri Nicat Abbasbəylidən soruşacağıq. Hər vaxtınız xeyir Nicat bəy. Bu layihə çərçivəsində ümumilikdə hansı yeni yanaşmalar gözlənilir əlilliyi olan uşaqlarla bağlı? Eyni zamanda qeyd etdiyimiz kimi Bakı və Gəncə şəhərlərini əhatə edir. Yaxın perspektivdə digər ərazilərin də məhz bu proqrama qoşulması gözlənilirmi? Qeyd edim ki, bu layihə əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə əlçatanlığın artırılması məqsədi ilə həyata keçirilmişdir. Bu layihənin adı reabilitasiya avtobusu Rehabas adında həyata keçirilir və 2022-ci ildən etibarən fəaliyyətə başlamışdır. İlk olaraq Bakı şəhərində Sumqayıt və Abşeron ərazilərində və yaxın ərazilərdən qalan əlilliyi olan şəxsləri bizim 2 nömrəli uşaq reabilitasiya mərkəzinə çatdırılmasını həyata keçirirdi. Burada layihənin mahiyyəti nədən ibarətdir? Burada reabilitasiya mərkəzlərindən uzaqda yaşayan və nəqliyyat problemi olan əlilliyi olan şəxslərin ünvanlarına yaxın ərazilərdən götürülərək mərkəzlərinə çatdırılmasını və sonra reabilitasiya müddəti boyunca onları orada gözləyərək geri yaxın ünvanlarına çatdırılmasını həyata keçirilir. Mən qeyd etdim ki, bu ilk olaraq Bakı şəhərində 2022-ci ildən başladıktan sonra layihə uğurlu olduqdan sonra biz bunu bölgələrə də deməli daşıdıq və bizim Şəmkirdə yerləşən uşaq reabilitasiya mərkəzimizə də Gəncə və ətraf ərazilərdən olan uşaqların çatdırılması həyata keçirilir və bu layihə valideynlər və uşaqlar tərəfindən çox yüksək qiymətləndirilir və cari tarixə qədər 3000-ədək əlilliyi olan şəxsə biz xidmət göstərmişik. Eyni zamanda gələcəkdə regionlarda yeni marşrutların açılması və əlilliyi olan şəxslərin həmən xidmətlərdən faydalanması, eyni zamanda əlçatanlığın artırılması nəzərdə tutulmuşdur. Təşəkkür edirəm. Ümumilikdə onu qeyd edək ki, məhz bu xüsusi avtobuslarda əlilliyi olan şəxslər üçün xüsusi dizayn edilib və onların rahat şəkildə çatdırılmasını təmin edir. Bununla paralel olaraq onu da bildirək ki, məhz əlilliyi olan şəxsləri müşahidə edən şəxslər də bu avtobusdan istifadə edə bilərlər. Qeyd etdiyimiz kimi, onlar avtobuslar vasitəsilə reabilitasiya mərkəzlərinə aparılıb, daha sonra isə geri ünvana qayıdırlar. Bizim bu istiqamətdə çatdırmaq istədiyimiz xəbərlər bu qədərdir. Söz yenidən xəbər mərkəzindədir. Təşəkkür edirik Jalə, hər ikinizə də.